Çox-çox əvvəllər peyğəmbərlər kəlamda yazırdılar ki, Allah günahkarları xilas etmək və onları Allah ilə barışdırmaq üçün Məsihi göndərəcək. İsa'nın həyatı göstərir ki, o həqiqətən həmin xilaskardır. Yeşaya adlı peyğəmbər yazırdı, bakirə qız hamilə olub oğul doğacaq və belə də oldu. Allahın qüdrəti ilə Məryəm hamilə oldu və İsa'nı dünyaya gətirdi. Kəlamda yazıldığı kimi İsa'nın doğulması bir möcüzə idi. Allah bununla göstərirdi ki, körpə Məsih Allahın oğludur. İnsanlar İsa'nı görəndə Allahın təbiətini və qüdrətini görürdülər. O, insanlara şəfa verdi və günahları bağışladı, eləcə də əbədi padişahlığında yer verəcəyini vəd etdi. İsa həyatını qurban verdi və bütün insanlar üçün cəzanı öz üzərinə götürdü. Sonra o, öz gücünün ölümdən daha güclü olduğunu göstərərək yenidən həyata qayıtdı. İsa Məsih dedi, canımı verməyə də, sonra geri almağa da ixtiyarım var. İsa peyğəmbərlərin yazılarını həyata keçirtdi və təsdiq etdi ki, Allahın müqəddəs kəlamı qüsursuzdur və əbədidir. İsa həm də demişdi, mənim sözlərim əsla keçib getməyəcək. İsa gəldi ki, Allahın ilk kişini və qadını yaratdığı vaxtda olduğu kimi bizə bol həyatı versin. Amma onlar Allaha etibar etmədilər və onun əmrinə qulaq asmadılar. Kəlamda yazılmışdır ki, hamı günah edib və günahın əvəzi ölümdür. Günah etmiş insanlar Allah ilə ünsiyyətdə yaşaya bilməzlər. Allah İbrahimin oğlunun yerinə qos göndərdiyi kimi, Adəmin nəslinin də yerinə ölmək üçün İsa'nı göndərdi. O bunu ona görə etdi ki, İsa'ya inanan və ona etibar edənlər Allahın huzuruna gələ bilsinlər. Ona görə də İsa'nın ardınca gedənlər cəza çəkməyəcəklər. Allah ilə əbədi yaşayacaqlar. İsa şagirdlərinə dedi, İnsanlar bütün xalqlara bəyan edəcəklər ki, Allah tövbə edən və ona tərəf dönənlərin günahlarını bağışlayır. İsa həm də müqəddəs ruhu göndərəcəyini demişdi. Müqəddəs ruh şagirdlərində yaşayacaq, onlara həqiqəti göstərəcək və Allahın yolu ilə getmək üçün gücləndirəcək. Günahkar qadın günahından üz döndərib, İsa'nın ardınca getməyə başlayanda İsa ona dedi, sənin günahların bağışlandı, imanın səni xilas etdi. İsa dedi ki, insanlar Allahı həqiqətən sevəndə bu sübut edir ki, Allah onların günahlarını bağışlayır. İsa'nın ardıcılı olmaq istəyənlər bu sözlərdən istifadə edərək onunla ünsiyyətə başlaya bilərlər. Ya Rəbb, sən müqəddəs və ucasan, məni sevdiyinə görə sənə minnətdaram. Mən peşmanam ki, sənin əmrlərinə riayət etməmişəm və sənə qarşı günah işlətmişəm. Mən sənə minnətdaram ki, İsa'nı mənim günahlarıma görə çarmıxda ölmək üçün göndərdin və o ölülərdən dirildi. Mən səni xilaskarım və Rəbbim kimi qəbul edirəm. Günahlarımı bağışladığına görə və səninlə əbədi olmaq üçün yol açdığına görə minnətdaram. Səndən xahiş edirəm ki, müqəddəs ruhunu mənə verəsən və qoy o mənə sənin yolunu göstərsin. Qoy müqəddəs ruh səni məmnun edən həyat yaşamaq üçün mənə güc versin və qoy dünyanın hər bir yerində insanlar səni izzətləndirsin. Amin. İsa öz ardıcılları barədə demişdi, quzularım səsimi eşidir, mən də onları tanıyıram və mənim ardımca gəlirlər. İsa'nın ardıcılları
Bir-birləri ilə görüşür, hər gün onunla danışır, kəlamını öyrənir, onun nümunələrini izləyir və başqalarına onun haqqında danışırlar. Onlar İsa'nın buludlarla göylərə qalxmazdan əvvəl ardıcıllarına dediyi sözləri yadlarında saxlayırlar. Göydə və yer üzündə bütün səlahiyyət mənə verilmişdir. Budur, mən dövrün sonuna qədər hər gün sizinliyəm.